Azərbaycanda yetişdirilən çiyələyə zəhərli maddə qatıldığına dair şok görüntülər yayılıbdır. Az sonra bu görüntüləri sizə təqdim edəcəm. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. Görüntülər Cəlilabad rayonunun Pirvalnoy kəndində çəkilib. Bir fermer yetişdirdiyi çiyələyə zəhər qatdığını deyibdi. Öncə gəlin bir görüntüləri izləyək. Çiyələyə nə qədər dərman tökülür, amma qarın ağrı dərmanı. Çiyələyin qarın ağrı. Cəmaatı bilə-bilə var, zəhərliyib öldürür də. Sırf məqsədim gülmək məqsədin olub, dost-tanış arasında çəkilən video olub. Bundan da bəzi sosial şəbəkələr primlərin takipçi qazanmada sayı yaydılar. Gəmirici düzlərimiz var, həşatlarımızı onun üçün vurmuşam bu dərmanı. İnsana qarşı orada heç bir ziyanı yoxdur. Bəli, görüntülərdən də gördüyünüz kimi Natiq adlı fermer bu görüntüləri, yəni bu çiyələyə zəhər qatdığını deməsini, insanları öldürməsini deməsini zarafatla edibmiş. Görüntülər sürətlə sosial şəbəkələrdə yayılıbdır, geniş müzakirələrə səbəb olubdur. Hər halda belə zarafat etmək o qədər də uğurlu deyil. İnsanlar arasında təlaş yaratmaq. Şükür Allaha ki, hər şey zarafat imiş.